bacılarım, ata və qardaşlarım, bu məsələdə diqqətli olaq. Bugünkü Kərbaladan günümüzə mesaj, mərhəmət duyğusunun insanda formalaşması, yetimə nəvaziş mövzusudur. Bəzən bir sözlə insan oyana bilər, yetər ki, o sözü dərk eləsin, onun barəsində düşünsün, təfəkkür eləsin. Allah Teala burada insana yetimlik barəsində bir mesaj verir. Buyurur ki, yetimi incitmə. Bəzən o qırılan qəlbi heç nə ilə əvəzləmək olmur. Ola bilər, çox rahat bir şəkildə uşağı ağlada bilərsən, onun göz yaşına səbəb ola bilərsən, amma onun qəlbini ələ almaq hər kəsə nəsib olmur. Qəlb qırmaq, bir söz deyərsən, qəlbinə toxunar, amma qəlbi ələ almaq çox çətindir. Qırılmış uşağın qəlbi ələ alıb onu sevindirməklə insan Allah sevgisindən də deyə bilər. Bəzən olur ki, kiçik bir az yaşlı uşağın dili ilə Allah insana öz dəyərini bildirir, onun qədrini, qiymətini bildirir. Çalışın uşaqlara, xüsusilə də qız uşaqlarına çox nəvaziş edin, çox iltifat göstərin. Peyğəmbər sallallahu həyatına baxsaq, inan, İslam doğrudan o kulturası, mədəniyyəti, əxlaqı, sivilizasiyası bəşəriyyət üçün çox gözəl nümunədir, örnəkdir. Xanım Zəhra salamullah əleyha atasının yanına gələndə, evinə gələndə Peyğəmbər sallallahu qalxardı, qızının əlindən tutub yerini ona verərdi. Bu ata üçün əskilik deyil. Bu qarşı tərəfə atanın qızına verdiyi dəyərdir. Müraciət eləyəndə deyərdi ki, Əntə nur-i eyni, sən mənim gözümün işığısan. Gör, necə əziz deyir öz balasını, öz qızını. Deyərdi ki, Ənti tacül əsi, qızım, sən mənim başımın tacısan. Sən mənim ruhumsan, sən mənim canımsan, nəfəsimsən. Bu gözəl sözləri qızın sənin dilindən eşitsin. Allah aramızda bu gecə övladı olmayıb, övlad arzusunda, həsrətində olanlara, elə o nazənin, bu iffətli, ismətli xanım Rüqəyyə ismətində bir gözəl qız övladı verməklə onları sevindirsin inşallah. Elə övladları da olanda adını elə xanım Rüqəyyənin adını qoysunlar. Elə bu gecə əhd eləsinlər. Çünki bu gecələrə çox bizim etimadımız var. İnanın, zəng eləyən, yazan, bu gecələrə dua